Herkese çoxlu salamlar. Yine bir böyük tem kargosu ilə birlikdəyik. 2 dənə paketimiz var. Biri balaca, biri böyük. Amma balacanın içində deyəsən daha çox məhsul var. Xırda-xırda. Gəlin paketləri birlikdə açaq. Burada vloglarıma niyə baxmırsınız? Rüşməlim. Tem bağlamalarına 7000, 8000 baxış gəlir. Vloglara amma 1000, 2000. Büzüşürəm. Deməli, belə içi dolu bir bağlamadır. Elə başlayaq ilk gözümə dəyəndən. Bu böyük üzüklərin arxasına taxmaq üçün bir məhsuldur. Bunlar spiral formasında olandan deyil, belə tak deyə üzüyün arxasına taxılır və ölçüyə görədir. Məsəl üçün hər qalınlığa, üzüyün qalınlığına görə fərqli növ var. Məsəl üçün, amma bunlar yoxlayaq görək bir dənə. Bu necə taxılır ki bura? Yəni bu çox tez bir şəkildə düşəcək. Yəni bunun içinə baxım, tık düşür. Bu məhsulu heç bəyənmədim. Qətiyyən almayın. Spiral varisdə çıxacaq. Onu yoxlayaq. Ən yaxşısı elə spiral varidir. Daha sonra de bundan. Baxın, spiral üzü üçün. Bu da müxtəlif ölçülərdədir. Görürsünüz, hər boyda olanı var. Balacası böyüyü. Bu barmağıma çox böyükdür. Gördüyünüz kimi. Ona görə də ən böyüyünü götürün bunların arasından. Və ucun yandırmağa falan ehtiyac qalmır. Elə-belə də qalır. Baxın belə. Və artıq barmağımda çox şirin bir üzük var. Daha sonra nədir? Bu keçən dəfə sizə vlogda demişdim. Vloga baxanlar bilir. Özümə çox böyük bir dənə sponge almışam. Bu hələ bunun quru halıdır. Düşünün ki, bu yaş olanda nə boyda olacaq? Birlikdə yoxlayarıq. Yumuşaqlığı da qəşəngdir. Özü hələ quru halıdır. Bir dənə qutu gəlir əlimə. Bu süd köpürtücüdür. Mən kofe falan eləyəndə südü heç cür köpürdə bilmirəm. Balaca olan var, bateriya ilə zız eləyir. Onlar da heç yaxşı eləmir. Yəni mən ondan 2 dənəsini falan yoxlamışam. Yaxşı değildi. Ona görə də istəyirəm fərqli bir şey yoxlayam. Ümid edirəm bateriya ilə işləmir. Çünki bateriya ilə işləyənlər bateriya ilə işləmir. Bu tokla işləyir. Bateriya ilə işləyənlər əvvəl-axır, yəni zəifləyir. Bateriyanı dəyişsən belə qəşəng görünür. İçindən belə bir şey çıxdı. Və ağırdır, samballıdır. Bəndə göründüyü kimi 3 dənə mən ağ rəngini sifariş etmişəm. Belə köpürtücüsü var. Bir də belə köpürtücüsü var. Bu qəşəngdir, 2 qatdır özdə. İndi gəlin bu süd köpürdəni yoxlayaq. Öz USB-si var, onu taxıram. Normalda evdəkilərlə belə taxardım. Sadəcə bu başlıqdan bizdə evdə yoxdur ona görə. Belə bir power bankı da var. Məsələn, belə bir şey də var. Bunu da charja taxıb üstünə qoya bilərsiniz. Belə də charj oluna bilər. Yəqin ki, bu həmişə charjda olsun deyə bir alətdir. Əslində bu kejo südüdür. Yəni adi inək südü deyil. Ona görə də nə qədər köpürəcək əmin deyiləm. Yəni istəyirsiniz biraz istidək. Çünki ədalətli olsun. Çünki isti süd daha çox köpürür. High, medium, low. Birinci low'dan başlayaq. Düymə. Çox güclüdür. Və mən low-da qoymuşam. Təsəvvür edirsiniz. Bu high-da deyil. Medium'una keçirəm. Stəkan uçacaq bir dəqiqə. Südü necə köpürdüyünü görürsünüz, nə boyda olduğunu. Bateriya ilə işləyənlərdən indi high-a keçirəm. Qat güclüdür. Əminəm ki, bunun yumurta çırpanı da çox güclü olacaq. Gördün necə güclüdür? Qışlasını içdi. Nə eləmişkən, gəlin özümə kofe düzəldim. Dərs oxuyaq ya. Mən əslində bura kimi tökmüşdüm südü. Görün nə qədər köpükləndi. Vlogları izləməyə davam edin. Vloglarda yumurtanı və s. başqa şeyləri necə çırpar deyə ona da baxarıq. Əminəm ki, yumurtanı da çox qəşəng çırpar bu köpürdər. Artıq pankeklərim daha qəşəng qabaracaq. Bu qaymağı çox xoşlayıram. Bu aparatla çox maraqlı, çox fərqli, hətta matchalı kofelər də düzəldə bilərəm. Bu dəqiqə onları düzəltmək üçün çox həvəsliyəm. Daha sonra bu necə?
Bu belə tualetə atmaq üçün balaca ağ dərman kimi bir şeylərdir. Bircə də içində neçə dənədir? İçində 12 ədəddir. Bunun bir dənəsini belə atırsan tualetə, bütün oradakı kiri, pis qoxunu və bakteriyanı aparır. Yəni belə yazılıb, ümid edirəm elədir. Bunu da yoxlayarıq, elə vloqlarda yoxlayarıq, fikirlərimi bölüşərəm sizinlə. Bu birsiz nədir? Görək uyacaq bu. Stul altlığıdır. Normalda bu yapışqanlı olur, belə kəsirsən, yapışdırırsan stulun altına. Onlar bundan daha ucuzdur. Amma onlar təəssüf ki, qopur, düşür. Bu ən yaxşısı, belə ağzı rezinkadır. Ona görə də bütün stulları olacaq deyə keçirdirsən stulun ayağına. Bizdə yer metlaxdır və stulu o tərəfə bu tərəfə sürüşdürdükcə adam beyni oynayır. Adamın başı xarab olur. Ona görə də belə bir şey sifariş etmişik. Həm də cızmır da yeri, yəni. 24 dənədir bunun içində. Bu nədir? Bu corab seti. Çox şirin corablar tapdım. Bir dənə buna baxın. Görün nə qəşəngdir. Nə şirindir belə. Qışda ətəklərin altından da çox qəşəng görünəcək belə. 3 cütdür. Qara, qəhvəyi, tünd qəhvəyi, ağ və qəhvəyinin başqa bir tonu. Daha sonra 2 dənə set halında satırlar bunu. İdman lasini. Bilmirəm əynim olacaq ya olmayacaq. Qış gəldiyi üçün artıq idmanda lasinə keçirik, şortikdən çıxırıq. Belə. Keçən dəfə buna oxşar bir şey sifariş etmişdim. Çox qəşəng idi doğrudan, çox rahat idi. Amma mənə çox dar idi. Əslində bunlar da balaca görünür mənim üçün, amma yenə də yoxlayacağım. Və bu bağlamanın son məhsulu. Bunu Elvin istəmişdi. Bunu hamdakı kranta bağlayırsınız və normalda o dümdüz axırda, düzdürmü? Amma bunun sayəsində o suyu sağa, sola, biraz yuxarı, aşağı fırlada bilirsiniz. Doğrudan da əl üzüyanda və diş fırçalayanda bəzən adam istəyir ki, su biraz belə üzünə tərəf gəlsin də, belə aşağı axır. Nəsə narahat hissi. Amma belə bir şeylər çıxdı içindən. Belə. Baxın, bu hissəsini görürsünüz. Aşağı, yuxarı, sağa, sola, istədiyiniz kimi belə fırladıb, istədiyiniz yerə gətirmək mümkündür. Və keçirik böyük bağlamaya. Bağlamanın içindən nəsə çıxanda həqiqətən bəzən deyirlər ki, nəyə təvəccühlənirsiniz, özünüz sifariş eləmirsiniz. Mən bu video çəkmək üçün çoxlu bağlamalar sifariş edirəm, bilirsiniz ki, və nə sifariş elədiyimi unuduram, yəni normal olaraq. Bunlar da bir həftəyə, bəzən 10 günə gəlir. Hardan gəldiyinə görə dəyişir. Və mən içində nə olduğunu unuduram normal olaraq. Ona görə də hər dəfə nəsə çıxanda ya təəccüblənirəm, ya deyirəm, bu o muymuş, falan filan. Paltar görürəm bunun içində. Gəlin bir baxaq. Bu paltar deyil, hətta bu bir dənə belə ayaqqabı. Burası özündən corablı, belə bir bot. Bu böyük. 38-39 niyə? Mən 38-39 sifariş eləmiş ola bilmərəm. Çünki 38-30 ayda çox qəşəngdir, amma bunun bir 35-i, bu da bir də 38-i var imiş. Mən də 35 dar olar deyə 38-ini sifariş eləmişəm. Deyirəm axı gözümə böyük görünür, amma çox qəşəng görünür. Burası da yumuşaqdır. Geyinib baxarıq görək ayağıma nə dərəcədə böyük olacaq, amma məncə böyük olacaq. Daha sonra bu ətəkdir. Bir dənə ətək. Üstündə kəmər də var belə. Şortikli deyil. Şort ətəkdir. Yəni altında belə özünün şortiki də var. Bir qəşəng görünür əslində. Prosta görürsən bel hissəsi mənə böyük deyil. Ətəkləri adətən 38 ölçü alıram. Çünki açığı 36 ölçü olmur. Amma 38-ində bel mənə böyük olur. Əgər keçən Temu videosuna baxmısınızsa, yenə eyni koftadan sifariş eləmişəm ki, bəlkə bu daha uzun olar. Bunu bu ətəklə kombinləmək üçün almışdım. Elə hamısını əynimdə göstərərəm kombin olaraq sizə. Və kombinim hazırdır. Kofta təəssüf ki, yenə o deyil. Yəni, mən istədiyim tünd bardov rəng uzun deyil. Keçən dəfəkinin eynisidir. Hətta məncə keçən dəfəkinin ayısının üstü daha qəşəngdir. Belə tüklü kimi idi. Bu elə deyil. Ətək çox qəşəngdir, gördüyünüz kimi. Altından da özünün şortiki var. Belə sizə biraz qısa görünə bilər, amma bu qışda qara kalqotka ilə geyinmək üçün, yəni biraz qalın ətəkdir, yay ətək deyil. Ona görə qışda qara kalqotka ilə məncə uyğundur. Ayaqqabıları göstərim. Belə. Ayaqqabılar
Təəssüf ki, ayağıma böyükdü. İlk geyin çox qəşəngdir, çox rahatdır, içi yumşaqdır, içi tüklüdür səhv eləmirəmsə. Çox yumşaqdır və ayağım hal-hazırda bunun içində bişir. Yəni o qədər isti saxlayır. Amma ki böyükdür. Yəni ilk geyinəndə hiss eləmədim. Dedim, "A, nə qəşəng oldu." Amma yerdikcə ayaqqabı ayağımdan belə çık eləyir və təəssüf ki, ayağıma böyükdür. Əslində indi fikir verdim ki, kofta kifayət qədər uzundur ətəyin üstünə çıxardıqda. Yəni mən istədiyim kombinə ətəyin rəngi tam tutmur, amma mən istədiyim kombinə çox-çox yaxınlaşır. Əslində Shine-da da bu ətəyin başqa cürəsi var idi. Düşünürəm ki, onu sifariş eləyimmi, yoxsa elə bu yaxşıdır, bu qalsınmı? Belə kombin pis deyil məncə. İndi bu ayaqqabı ilə də çox qəşəng gedir, amma təəssüf ki, ayaqqabını qaytarmaq məcburiyyətindəyəm. Siz nə düşünürsünüz bu kombinin barədə? Qalsınmı, yoxsa getsinmi? Ətəyi bir də dar bir kofta ilə kombinləmək istədim. Belə bir şey elədim. Ətəyin kəməri niyə ortadadır bilmirəm. Yeni dəbdir yəqin, mən başa düşmədim, amma çox da xoşuma gəlmədi. Ümumiyyətlə kəmərin duruşu çox da xoşuma gəlmədi. Məncə kəmərsiz çox daha yaxşı idi. Bu ətəyi digər kombinlə daha çox yaraşdırdım əslində, amma məncə bu da yaxşıdır. Sadəcə kəmərini bəyənmədim dediyim kimi. Yəni belə. Daha sonra bu setdir. Gəlin göstərim sizə necədir. Çox qəşəng bir dənə jaketi var. Çox qəşəng amma belə ultra qəşəng. Bir dənə buna baxın, çox qəşəngdir. Və özünün donu var altından. Donu o qədər də ultra qəşəng deyil açığı. Yəni ilk əlimə alanda bu nə dondu? Yəni bu set halında satılırdı. Bunun ayağı falan da belədir. Bu paltara 50-nin 50-yə deyək. Çünki jaketi nə dərəcədə gözəldirsə, donu da bir o qədər. Yəni jaketi çox-çox qəşəngdir. Materialı yumşaqdır. Üstündəki bantikləri, adamın əynində duruşu çox-çox qəşəngdir. Amma ki donu ayrıca da göstərəcəmsə uzun qollu sadə dondur. Biraz mənə böyükdür və məncə düşünürəm ki, biraz çox-çox qısadır don. Yəni şortik olsa yenə hə. Don üçün biraz çox qısadır məncə. Amma jaketi çox qəşəngdir. Kaş bu jaketi tək satsaydılar. Baxın belə bir dondur. Yəni materialı pisdir desəm, materialı da o qədər pis deyil. Amma ki belə bu nədir bu ortadan, nə aşağıdan deyil, nə yuxarıdan deyil. Beli də mənə böyükdür. Əslində belə olmalıydı. Yəni ki don pis, amma ki jaket çox qəşəng. Və bir dənə də böyük bir paltar kimi bir şey. Bu da bu bağlamanın sonuncu paltarıdır. Ev bağlamamızın içində az idi. Bu deyəsən biraz qısa video olacaq. Bu da setdir. Deməli, bir dənə belə. Bu hissəsi belə tüklü, bu hissəsi qəhvəli. Biraz iridir kofta. Bir də koftanın tulumudur. Bir də belə bir tulum var. Tulum qəşəngmiş. Material da qəşəngdir. Belə bir tulumdur. Görəsən mən niyə özümü çox qəmbul hesab edirəm? Yəni bu paltarı niyə bu ölçüdə sifariş eləmişəm? Əslində paltarı görsəz həqiqətən də yaxından çox keyfiyyətlidir. Həm koftası çox keyfiyyətlidir, həm paltarın özü cins olan hissəsi çox keyfiyyətlidir və məncə çox şirindir. Düzdür, anam görsə deyəcək ki, bu konkret olaraq bağban paltardır. Anam bu paltarlara həmişə bağban ya da fəhlə paltarlar deyir. Amma heç kimin işinə əlaqə eləmirik, qətiyyən söhbət onda deyil. Sadəcə bu paltarı o tərz iş paltarlarına oxşadır. Amma mən bu tərz paltarları həmişə çox sevmişəm, amma heç vaxt da bu tərz paltarım olmayıb. Bu isə əynimə gördüyünüz kimi kifayət qədər böyük bir paltardır. Yəni bir dənə belə fırlanım. Bunun yenə də bir balaca ölçüsünü sifariş eləyib bir yerdə yenə baxmaq istəyirəm. Çünki məncə belə paltarın nə qədər qəşəng olduğunu siz başa düşmürsünüz. Həm də bir balaca ölçüsü bəlkə əynimdə daha yaxşı olsa, qışda çox qəşəng belə geyinmək olar deyə düşünürəm. Bu arada corabı da geyindim. Belə çox qəşəng, yumşaqdır, çox rahatdır. Yəni Temudan corab almaq istəsəz ala bilərsiniz. Ümid edirəm videomu bəyəndiniz qızlar. Rəy yazmağı və abunə olmağı unutmayın. Hələlik.